Ələmdəmə, Azərbaycan klassik poeziyasında bir sıra şeir növləri belə deyək də, var ki, ya unudulub, ya yaddan çıxıb, ya nəysə onlara müraciət olunmur. İndi hansı ifadə yerinə düşər, mən deyə bilmərəm, siz daha yaxşı bilərsiniz. Bunlara münasibətiniz necədir? Yəni, münasibət odur ki, bir vaxtlar Əruz şeirinin özünə ögey münasibət var idi. Ailədəki ögey uşaq kimi, əldəki 6-cı barmaq kimi kəsilib atılmaq istəyirdilər. Eyni zamanda tarı, muğamı, nahaqdım edir, Mikail Müşfiq ki, oxutar və ilə axır, yəni məşhur şeirdir. Sonra şükür Allaha ki, yəni bu şeylər müəyyən qədər öz yerini tapdı. Tapdı müəyyən qədər öz yerini. Bugünün özündə, məsələsində, azadlıq verilib bizə, şair istəyən qəzəl yazır, kim istəyir, nəylə məşğul olsun. Amma o əruz aləmində ümumiyyətlə yaranan şeirlərin müəyyən hissəsi hələ tam şəkildə ortaya çıxmayıb. Məsələn, bunlardan mən ibrətnamələri deyərdim. Bu ibrətnamə xalqın İstər oğlunu, istər qızını, gəncini, yaşlısını, qocasını düz yola dəvət edən şeirlərdir. Məsələn, Füzulinin qitələrində belə bir şey var, deyir ki, hər kimin var isə zatında şərarət küfrü, istilahat-ı ilum ilə müsəlman olmaz. Yəni, bir böyük bir ot tayasının, quru bir ot tayasının içinə əgər zərrə qədər köz düşsə, o ot tayasını yandırar. Baxmayaraq ki, taya bundan 1000 dəfə böyük idi, 10.000 dəfə böyük idi. Amma o qığılcım onu yandırar. İnsanın imanına da küfür düşəndə o cür yandırır onu. Füzuli deyir ki, hər kimin var isə zatında şərarət küfrü, istilahat-ı ilum ilə müsəlman olmaz. Nə qədər elm oxusa, nə qədər alim olsa, hansı sahəni, hansı mövqeyi tapsa da yenə müsəlman olmaz o. Çünki imanını yandırır, bax o küfür şey. Sonra dəlil götürür. Dediyi beytə dəlil götürür. Dəlili nədir bunun? Deyir, ədəsən tutiyə təlim, ədayi kəlimat, nütqü insan olar, amma özü insan olmaz. Papugaylara da tutuquşlarına danışıq öyrədərsən, danışar, amma dönüb insan olmaz o. Gəl qara, daşı, qızıl, ləl ilə rəngin edəsən, rəngi təğyiri tapar, ləl bədəxşan olmaz. Bir dənə qara daşı basarsan, qızıl suyuna çıxartarsan. Elə qızılı oxşayar, amma elə vurarsan yerə elə qaradaş çıxar içindən. Yəni, o dönüb heç vaxt qızıl olmaz o. Yəni, bu o ibrətnamədir. Bu bizim, nə bilim, indi hasansı, yəqin bu da gəlib öz yerini tutacaq. Bizim bugün o yeni nəslimiz, cavan nəslimiz, o ki, indi hər şeyə meyl eləyirlər. Hər şeyə meyl eləmək üçün təbliğatlar da gedir. Niyə bu cür olmasın? Niyə bu insanları, yəni bu cür məsələlər də öyrədilməsin onlara? Axı bu, burada məsələn ataya, anaya, bacıya, qardaşa, böyük, kiçiklik, nə bilim, Allah tanımaq. Bu Allah tanımaq sözü ortaya gəldi. Niyə biz qorxmalıyıq? Yəni, insanın yaradıcısı var da. İndi onu Allah adlı qoyublar, indi neyim, sən təbiət deyir, biri nə deyir desin də. Yəni, bu səni yaradanı niyə tanımırsan? Atavı niyə tanımırsan, anavı niyə tanımırsan, niyə lazımı qədər, məsələn, ataya ata hörmət edəmirsən, anaya ana hörmət edəmirsən. Bunlar ibrətnamələrdə yatıblar. İbrətnamə də bizim demək olar ki, belə kifayət qədər ibrətnamələrimiz var, kifayət qədər. Seyid Əzmin oğluma nəsiyyətini də bura aid eləmək. Hamısı ibrətnamədir də, o da. Demək olar, hamısı ibrətnamədir də. Sonra Nizamının özündə nə qədər, məsələn, Füzulinin qitələri demək olar, hamısı başdan başa ibrətnamələrdir. Yəni, bunları çox, və bugünün özündə yazanlar var, ibrətnamə yazanlar var. Oğluma nəsiyyətlər, nə bilim, nələr, bu cür şeirlər yazılır. Yəni, bu yaddan çıxmış, unudulmuş. Daha hansı var? Daha, məsələn, mərcə ədəbiyyatımız var bizim. Hansı ki, o ədəbiyyatın özündə doğrudan çox böyük şairlər var. Çox nəhəng şairlər var. Yəni, o, indi, bilmirəm, mən o şeyə qarışa bilmərəm. Əlbəttə, o zaman, məkan, şərait şərtdəndir. Hər bir şeyin təbliğatı, yeyilməsi, içilməsi, bir işin görülməsi, bunlar hamısı 3 əsas amilə tabidir. Zamandır, vaxtdır, şəraitdir. Bunlar bu üç şey yetişməsə, o
əmələ gələn o hər bir işdirsə, onun nə ləzzəti olmaz, nə effekti olmaz, nə gedib bir hədəfə deyinməzsə. İndi bəlkə də bugün deyir, onun vaxtı haçansa olacaq, o da çıxacaq aşkara. Amma tam unudulmamalıdır da bu. Tam unudulmamalıdır. Xeyr, tam unudulmamalıdır. Azərbaycan ədəbiyyatında bir Qumru təxəllüs şairimiz olub. Molla Məhəmməd Tağı Qumru Dərbənddə yaşayıb. Müntəqabatda oxumuşam onu. Dərbənddə yaşayıb. Onun bir dənə kitabı var, Kənzül Məsaib kitabın adı. Həyatının 30 ilini o kitabı yazmağa sərf eləyib o. Bütün adəmlər necə Füzulinin Həqiqəti Süəda əsəridir. Bu da yəni elə bir əsərdir. Füzuli indi nəsr və nəzmlə ikisini qarışığından yazıb. O xalis nəzmdir. Oradan gəlir. Məsələn, onun da bir kitabın əvvəlində bir neçə dənə sağinamələri var onun. Sağinamə-i əvvəl, birinci sağinaməsində bu dünya şairlərindən danışır. Yəni demək istəyir ki, mən də əsər yazıb qoymuşam ortaya. Xahiş edirəm ki, nəhəngləri hamını. Gəlin bu əsərə qiymət verin. Məsələn, orada Firdovsi ilə çox vuruşur. Çünki Firdovsunun da yazdıqları cəngidəndir. Bunun da yazdıqları cəngidəndir. Bu müharibələr var bunun da əsərində falan da. Amma onun qəhrəmanı əfsanəvi bir Rüstəmdir. Onun qəhrəmanı realdır. Yəni bu cür mübahisələr aparır Rüstəmdən falanla. Yəni bu şeirlər var, bu sənətkarlıq nümunələridir bunlar. Yüksək sənətkarlıq nümunələridir. Yəni o mövzu, məzmun baxımından hər nədirsə o başqa məsələdir. Amma o sənətkarlıq baxımından ya bu kişilər burada zəhmət çəkiblər, burada iş görüblər. Məsələn, Cənubi Azərbaycanda bizim o tayda dəxilimiz var. Çox böyük nəhəng bir şairdir. Sonra Yəhyəvimiz var, böyük şairdir. Ərdəbildə, Təbrizdə nə qədər desən şair var, hansı ki bu sahənin adamları olub. Azərbaycanın özündə, kəndlərdə nə qədər şairlər var, yəni o sahədə ancaq qələm sınayıblar. Çox yaxşı olar ki, onlar da çıxsın. Onsuz da bu həyat belədir ki, insan məsəl üçün tutalım, məni bu günləri aparıb bir zavod müdürü qoysalar, mən onu işlədə bilmərəm də, mənlik deyir axı o işin öz sahibi var. O işin sahibinə də qələm versələr ki, gəl şeir yaza bilməz. Yəni, hər insan neyi bacarır, o işi ona tapşırırlar da. Onsuz da, məsələn, o ədəbiyyat, mənim yaddan çıxan o dediyimiz ədəbiyyat, yəni nümunələr araya çıxsa da, onun əhli ki var, o onsuz da onu xəlvətdə də tapır oxuyur. O oxumayan ki var, o heç Molla Pənah Vaqifin qatar-qatar olub qalxıb havaya, o şeirində oxumur axı. Nə çıxmışsa asimanadır, heç ona da baxmır. Yəni, yaxşı olar ki, bu da bizim ədəbiyyatımızdır da, qoy qatılsın, ögey uşaq kimi qıraqda qalmasın. Yəni, unudulmasın. Unudulmasın, əlbəttə unudulmasın. Onun üçün onun da öz əhli var, öz oxuyanı var, öz oxucusu var.